vətəndaşlarımız yazırdılar ki, tutaq ki, ürək əməliyyatı keçirmişəm, əlillik düşürmü, böyrəyimin biri yoxdur, bu vətəndaşlara əlillik düşə bilər. Bu və digər buna bənzər səpkili sualları yaza bilərsiniz. Yəni, spesifik olaraq biz cavablandırmağa çalışacağıq. Amma istərdik ki, 2024-cü ildə nə qədər şəxsə əlillik təyin olunub və bunlardan neçəsi ilkindir və neçəsi təkrar əlillikdir? 2024-cü il ərzində 48,2 min vətəndaşa əlillik təyin olunubdur. Onlardan 23,9 mini ilkin əlillik, 24,3 mini isə təkrar əlillik olmuşdur. Yəni, biz ilkin əlillik deyəndə vətəndaşımızın ilk dəfə əlilliyinin yaranan səbəblər olub və bununla bağlı müraciət edilib. Ümumilikdə bir xəstəliklərin arealına biz təqribi bir məlumat verə bilərikmi? Daha çox hansı qrup və yaxud da hansı xəstəliklərlə bağlı əlillik təyinatı gedib? Ümumiyyətlə, əlillik nədir? Əlillik, deməli, orqanizm funksiyalarının pozulması nəticəsində həyat fəaliyyət kriterlərinin pozulmasıdır, məhdudlaşmasıdır. Davamlı şəkildə 6 ay və daha çox davam edən xəstəlik nəticəsində aparılan müalicələrə baxmayaraq orqanizm funksiyaları, pozulmuş funksiyaları bərpa edilmədikdə vətəndaş əlilliyin müəyyən edilməsi üçün müraciət edə bilər. Bunun üçün ilk öncə vətəndaş müraciət etməlidir qeydiyyatda olduğu tibb müəssisəsinə, poliklinikaya. Poliklinikada yerləşən həkim məsləhət komissiyaları tərəfindən xəstə müayinə olunur, tibbi sənədlər toplanılır, lazımi müayinələr aparılır və əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilirsə, tibbi sosial ekspertiza müayinəsinə göndəriş, yəni 88 nömrəli forma ilə təsdiq olunmuş göndəriş rəsmiləşdirilir. Göndəriş elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə daxil olur. Göndəriş daxil olan kimi sistem tərəfindən tam adsızlaşdırılır. Yəni, göndəriş kimə aiddir, hansı poliklinikadan vurulur. Onu qiymətləndirən həkim bilmir, yəni. Bəli. Vətəndaşın şəxsinin kimliyini bildirən birbaşa və dolayı bütün məlumatlar silinir və göndəriş bir neçə tibbi sosial ekspert komissiyalar arasında bölüşdürülür. Göndərişdə qeyd edilən məlumatlar əsas xəstəlik, yanaşı xəstəlik və onların araşdırmalarına görə təhlil edilir. Laborator müayinələr və funksional diaqnostik müayinələrin nəticələri araşdırılır və əlillik təyinə əsas verən hal aşkar edilirsə, əlillik təyin olunur. Yəni, xəstəliklərin nə görə dedikdə, ən çox deməli, əlillik təyinə əsas verən xəstəliklər əsasən onkoloji xəstəliklərdir, ruhi xəstəliklərdir, nevroloji əsəb xəstəlikləridir. Bunlar daha çox deməli, xüsusi çəkiyə malik olan xəstəliklərdir. Aydındır. Gəlin, vaxt itirmədən vətəndaşlarımızın suallarına keçid edək, çünki onların sayı kifayət qədər çoxdur. Yazırlar ki, uşağım anadan olanda xəstədir. 2 orqanı çıxıb, ödü və dalağı. Qan xəstəsidir, 8 yaşı var. Əlillik təyin oluna bilərmi? Ödün və dalağın çıxarılmasına görə, yəni sırf bu orqanların itirilməsinə görə əlillik təyini nəzərdə tutulmur. Amma dalaq hansı səbəbdən çıxıb? Travmatik səbəbdən çıxıbsa, burada əlillik təyinindən söhbət getmir. Yox, dalağın çıxmanın səbəbi hər hansı qan xəstəliyidirsə, genetik bir xəstəlikdirsə, bunun haqqında deməli, bu xəstəliyə görə də xəstəliyin ağırlaşmaları müəyyən olunmalıdır və hansı səviyyədədir, hansı mərhələdədir, ona uyğun olaraq qərar verilə bilər. Buna görə vətəndaşımız ilk olaraq mövcud sənədlərin, əlindəki tibbi sənədlərlə yaxınlaşsın ərazi poliklinikasına. Ərazi poliklinikasında yerləşən həkim məsləhət komissiyası ətraflı araşdırıb bu fakt üzrə cavablandıracaq. Deməli, 5 il hərbidən əlil olmuşam, dəfələrlə dövlət xəstəxanasında yatmışam, sinir pozuntulu xəstəliyəm, əlillik təyinatı ala bilmirəm, deyir. Burada konkret olaraq hər hansı bir fakt yoxdur, amma belə olan halda vətəndaşımız nə etməlidir? Yəni, iddiasıdır onun ki, mən əlilli hesab olunuram. Ümumiyyətlə, yeri gəlmişəm, mən məlumat verim. Yəni, keçmiş hərbi qulluqçuların və eləcə də vətən müharibəsi iştirakçılarının əlilliyinin müəyyən olunması, obyektivliyin və şəffaflığın təmin olunması məqsədi ilə əyani müayinə nəticəsində aparılır. Əyani müayinə, deməli, xüsusi təşkil olunmuş komissiyalar tərəfindən aparılır. Komissiyaların tərkibində bütün ixtisaslıqlar üzrə həkim mütəxəssislər var və eləcə də vətən müharibəsində xəsarət almış şəxslərin komissiyasında həmçinin Səhiyyə Nazirliyinin ixtisaslı həkimləri iştirak edir. Və komissiya tərəfindən müayinə olunur. Əlillik təyininə əsas verən hal aşkar olunursa, əlillik təyin olunur. Əgər əlillik təyininə əsas verən hal aşkar olunmursa
diaqnoz 50 element təyin etmirsə və yaxud da müalicənin davam etməsinə zərurət yaranırsa, müxtəlif səbəblərdən imtinalar verilir. Yəni bu vətəndaşımız yəqin ki, əyani müayinə olunubdur. Çünki əyani müayinədən sonra buna 50 dərəcəsi təyin olunmayıbsa, demək burada olan xəstəliklərin ağırlaşması 50 təyin əsas vermir. Bu kimi suallar tez-tez rast gəlirik. Yəni vətəndaşlarımız deyir ki, dəfələrlə xəstəxanada yatmışam, dəfələrlə müalicə olunmuşam. Yəni bunlar xəstəliyin əlamətləridir. Amma xəstəliyin müəyyən bir ağırlıq mərhələsinə çatmalı və onu keçməlidir ki, buna 50 təyin olunsun. Aydındır. Bilmirəm nə qədər doğru yazıb, ola bilsin ki, doğru da səsləndirməyəm. C90 residiv multipil miyalom neçənci dərəcədir? Qrup neçədir? Mən başa düşməm sual. Bəli, başa düşdüm. C90 XBT kodudur. Bunu konkret demək olmaz ki, neçənci dərəcədir. Yəni burada xəstəliyin mərhələsindən aparılan müalicələrdən hansı xəstəlikdən söhbət gedir? Onkoloji prosesdir. Onkoloji xəstəlik. Yəni ağırlıq mərhələsindən asılı olaraq 35%-dən 100%-ə kimi təyinat aparıla bilər. Yəni konkret immuni XBT kodu var deyə buna 50 təyin konkret olaraq bu faiz təyin olunur demək mümkün deyil. Miastemoya xəstəliyinə əlillik düşürmü? Necə? Miastemoya deyə bir şey yazıb vətəndaşımız. Yəqin miasteniyadır. Bu da yenə də ümumiyyətlə bütün xəstəliklər, bir qrup xəstəliklər var ki, yəni bu xəstəliyin olması faktı təsdiq olunursa birbaşa 50 təyin əsas verilir. Amma əksər xəstəliklərdə, xüsusilə somatik xəstəliklərdə, daxili orqanların xəstəliklərində, əsəb sisteminin xəstəliklərində burada xəstəliyin mərhələsi və ağırlaşma dərəcəsi əsas götürülür. Xəstəliyin yaratdığı orqanizm funksiyaları pozulması, həyat fəaliyyəti kriteriyanın, əsas kriteriyaların pozulma dərəcəsindən asılı olaraq 50 təyin olunur. Açıq ürək əməliyyatı keçirmişəm. Hazırda müalicəm davam edir. 6 aydan çoxdur bu əməliyyatı keçirmişəm. İndi əlillik üçün müraciət edə bilərəmmi? Ümumiyyətlə açıq ürək əməliyyatına əlillik düşürmü deyə vətəndaşımız soruşur. Ümumiyyətlə bütün hallarda, yəni əməliyyat keçirsə də, keçirməsə də ürək xəstəliklərinə əlillik təyin olunur ürək çatışmazlığının dərəcəsinə görə, ağırlıq dərəcəsinə görə. Və ürək çatışmazlığının ağırlıq dərəcəsini aradan qaldırma üsullarından biri də konservativ müalicə ilə yanaşı cərrahi müalicə üsuludur. Açıq ürək əməliyyatı keçirir ki, ürəkdə qan dövranı bərpa olunsun, ürək çatışmazlığı aradan qalxsın. Əməliyyat uğurlu keçibsə, ürək çatışmazlığı əlamətləri yoxdursa, burada əlillik təyin olunmur. Yox, əməliyyatdan sonra ürək çatışmazlığı əlamətləri davam edirsə, qan dövranı çatışmazlığı varsa, burada onun ağırlıq dərəcəsinə asılı olaraq müxtəlif faizlər təyin oluna bilər. 6 aydan sonra, yəni reabilitasiya müddətini vətəndaşımız keçibdir və 6 aydan sonra həkim məsləhət komissiyasına müraciət edə bilər. Həkim məsləhət komissiyası tərəfindən müayinə olunacaq və orada yenə dediyim kimi ürək çatışmazlığı əlamətləri varsa göndəriş rəsmiləşdirilir. Yoxdursa vətəndaşa müvafiq izahat və rəsmi məlumat veriləcək. Xəstəliklərin adlarından yazırlar. Çox təəssüf ki, orada rəqəmlərdə səsləndirsiniz. Mən bilmirəm bu rəqəmlər nədir, amma indi gəlin onları da oxuyacağım. İsrarlı şəkildə vətəndaşımız bildirir ki, oxuyum. Deməli, aşağı ətrafın osteoxondrozu əlillik yaradan səbəbdirmi? Yəni aşağı ətrafların rəxətləşməsi diaqnozu qoyulub. Yox, bu diaqnoz birbaşa əlillik təyinatına əsas vermir. Yəni osteoxondroz diaqnozu əlillik təyinatına əsas verir. Birbaşa əgər belədir. Aşağı tərəfində osteoxondrozu yox, xondrodistrofiyalar yəqin ola bilər. Yəni birbaşa əlillik təyinatına əsas vermir. Yenə də burada funksional pozğunluqlar, oynaqlarda olan hərəkət məhdudiyyəti, kontrakturaların dərəcələri və əzələ atrofiyasına gətiribsə atrofiyan dərəcələri funksional pozğunluqdan asılı olaraq təyin oluna bilər də, olunmaya da bilər. Anadan gəlmə bir böyrəklə doğulan uşağa əlillik düşürmü? Xeyr. Yəni, bir böyrəyin olmaması öz-özlüyündə əlillik təyinatına əsas vermir. İstər anadan gəlmə olsun, istər qazanılma olsun. Digər böyrəkdə böyrək çatışmazlığı əlamətləri varsa, onun ağırlıq dərəcəsinə asılı olaraq 35%-dən yuxarı əlillik təyin etmək mümkündür. Dövlət qulluqçusuyam, onkoloji səbəbdən böyrəyin biri götürülüb, əlilliyə müraciət etdim. Dedilər ki, əlillik verilə bilər. Onkoloji xəstə olduğum üçün paralel. Onkoloji xəstədirsə, onkoloji xəstəliyin mərhələsi TNM klassifikasiyası üzrə ağırlıq dərəcəsi müəyyən olunmalı və Forma 8-lə tibbi sosial ekspert komissiyasına müraciət etməlidir.
Bir neçə qazilər yazıb ki, hansı ki, əlilliyin təyin olunmamasından bağlı narazı. Ümumiyyətlə, qazilərlə iş prosesi necə qurulub? Bunda xüsusi bir individual həssas yanaşma tətbiq olunubmu? Və yaxud da bu proseslər necə tənzimlənir? Bəli, Vətən müharibəsi iştirakçılarında, Vətən müharibəsində xəsarət almış qazilərin tibbi sosial ekspertizası yanaşma fərqlidir. Yəni digər hallarda adsızlaşdırılmış göndərişlər üzərindən qiymətləndirmə aparılırsa, bu Vətən bayaq dediyim kimi şəffaflığın və ünvanlığın, obyektivliyin təmin olunması üçün bunlar əyani müayinədən sonra əlillik dərəcəsi təyin olunur. Yəni əlillik səviyyəsində olan şəxslərə, qazilərimizə hər hansı bir forma 8-də olan çatışmazlıqdan, hər hansı bir diaqnostik müayinənin yetərsizliyindən imtina verilmir. Əlillik səviyyəsindədirsə komissiya tərəfindən müayinə olunur, əlillik təyinatı aparılır. Aydındır. Və komissiya müəyyən etdirsə ki, burada əlillik dərəcəsinə əsas verən ağırlaşma yoxdur, sözsüz ki, burada da imtina qərarı verilir. F06-ya əlillik düşürmü deyə yazıb vətəndaşımız. F06 şəxsiyyətin pozğunluğu olur, yenə də bayaq da dedim, bu əsəb xəstəlikləri, ruh xəstəlikləri, xəstəliklər var ki, konkret bu diaqnoz varsa, təsdiq olunursa əlillik düşür. F06 həmin xəstəliklərdən deyil. Burada da yəni şəxsiyyət pozğunluğunun, davranış pozğunluğunun ağırlıq dərəcələrindən asılı olaraq düşə də bilər, düşməyə də bilər. Yəni onu tibbi sosial ekspert komissiyası müəyyən edir. Xəstəliklərin sayından yazırlar, amma çox mürəkkəb adlar yazırsınız. Mən onu oxumaqda belə çətinlik çəkirəm, hörmətli bizim dostlarımız, izləyicilərimiz. Xahiş edəcəm ki, konkret olaraq həm də prosesi izah edin. İndi başa düşürəm, onları da yazırsınız, müxtəlif rəqəmlər yazıblar, çox təəssüf ki, bilmirəm. Anam belindən əməliyyat olunub, implant qoyulub, pensiya düşər ona, yoxsa yox? Onurğadan əməliyyatdan sonra aşağı ətraflarda sinir keçiriciliyi pozğunluğu varsa əlillik təyinatı aparılır. Yəni ağrı sindromu deyil. Sinir keçiriciliyində pozulur, yəni ətrafın əzələ atrofiyası, parizlər, bunlar inkişaf edirsə əlillik təyinatına əsas verir. Amma əməliyyat olunub, bu əlamətlər yoxsa, nevroloji defisiti yoxdursa buna əlillik təyin olunmur. Ümumiyyətlə bir bayaq da qeyd edin, bir daha qeyd eləmək istəyirəm. Müalicə olunub deyə əlillik təyin olunması belə bir anlayış yoxdur. Yəni müalicə olunur ki, pozulmuş funksiyalar aradan qaldırılsın. O cümlədən də cərrahi əməliyyat etdirirlər ki, əməliyyat olunur ki, pozulmuş funksiya, pozulmuş orqanın funksiyası, xəstəlik aradan qalxsın, və eləcə də funksiya bərpa olunsun. Funksiyalar bərpa olunursa, burada əlillik təyini aparılmır. Xidmətdən 25B maddəsi ilə təxris olunmuşam. Bu hərbi xidmətə aid olan şeydir, əlilliklə dairəsində. Onun əlilliklə o qədər müxtəlif rəqəmlər yazırsınız ki, mən bilmirəm hansı bizim sahə ilə bağlıdır, hansı digər sahə ilə bağlıdır. Hörmətli izləyicilərimiz, qeyd edeyim ki, biz burada konkret olaraq əlilliklə bağlı məsələləri müzakirə edirik və xahiş edəcəm ki, bu mövzu ilə bağlı da sualları ünvanlayasınız bizə. Doğuşdan uşağın gözündə problemlər var. 6 ayında əməliyyat elədilər. Hazırda əlillik üçün müraciət olunmasını həkim deyib. Mən belə başa düşdüm ki, əməliyyat edən həkim deyib. Nə qədər doğru məlumatdır? Görmə itiliyinin pozulma dərəcəsindən asılıdır. Yəni cərrahi əməliyyatdan sonra uşaqda onu müəyyənləşdirmək olur. Yəni görmə itiliyi tam itirilibsə onu müəyyənləşdirmək olar. Amma digər hallarda onu belə də görmə itiliyini müəyyənləşdirmək olmasa da göz dibinin müayinəsindən olaraq belə də dolayısı yolla görmənin pozulduğunu müəyyən etmək olur. Yəni burada asılıdır görmə itiliyindən. Neçə faiz pozulub, görmə dərəcəsi, görmə itiliyi neçə faiz itirilib, neçə faiz qalıb, ondan sonra demək olar. Əgər müalicə həkimi deyirsə ki, müraciət edə bilər, vətəndaş ərazi poliklinikası tərəfindən göndəriş alsın Zərifə Əliyev adına Milli Oftalmoloji Mərkəzə və Göz Xəstəlikləri İnstitutu və əhali arasında bu cür daha çox tanınır. Milli Oftalmoloji Mərkəzə müraciət etsin, orada müayinə edib ekspertizadan keçirib tibbi rəy verəcəklər. Bu rəydən sonra uyğun gəlirsə, deməli poliklinika tərəfindən elektron qaydada göndəriş rəsmiləşdirilə bilər. Açıq ürək əməliyyatı keçirmişəm. 5 il müavinət almışam. Sonra bütün sənədlərim təqdim etmişəm. Yenidən ala bilərəmmi deyə bir sual da ünvanlanıb. Əgər əlilliyin təkrar təsdiqlənərsə? Əlilliyin yenidən ala bilərəmmi? Yəni yenidən müraciət etmək hüququ var vətəndaşın. Amma yəni müraciət etmək üçün yenə dedim, ağırlaşmalar olmalıdır.
ürək çaşmazlığı əlamətləri saxlanılırsa, müraciət edib əlilliyin ala bilər. Ürəyin atım fraksiyasının nə qədər olmalıdır əlillik təyin olunması üçün? Çox qəribə sualdır. Ümumiyyətlə çox ünvanlanan sualdır bizə. Niyə görəsə vətəndaşlarımız hesab edirlər ki, əlilliyin təyin olunması üçün sırf atım fraksiyasının müəyyən qədər azalması gərəkir və müəyyən qədər azalması bəs edir. Onu insan özü azalda bilir ki? Xeyr, onu yəni azalda bilmir. Yəni vətəndaşlar müraciət edir ki, məndə atım fraksiyası bu qədərdir, atım fraksiyası bu rəqəmə qədər düşüb. Yəni burada söhbət təkcə atım fraksiyasından getmir. Atım fraksiyası ürək çaşmazlığını müəyyən edən əsas göstəricilərdən biridir. Amma yeganə göstərici deyil. Burada ürək əzələlərinin yığılma qabiliyyəti var, digər ölçülərinin artması, azalması, ürək kameralarının genişlənməsi, bunlar hamısı kompleks şəkildə qiymətləndirilir. Başa düşdüm. Deməli, şizofreniya xəstəliyinə müalicə alan adam müalicə olunması üçün təkrar əlavə müayinəyə ehtiyac var deyə yazılır. Bu nə dərəcədə doğrudur? Şizofreniya xəstəsinə əlavə müalicə, mən belə başa düşdüm ki, vətəndaşa əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina verilir. Yəni şizofreniya xəstəliyində ruhi xəstəliklər belədir ki, burada əsas istiqamət, yəni əlilliyin təyin aparılması müşahidə nəticəsində aparılır. Və tibbi sosial ekspert komissiyası tərəfindən əlilliyin müəyyən edə bilmədikdə, əlillik müəyyənliyinə əsas olan davranış pozuntuları, digər xarakterik xüsusiyyətlər Formula 8-də, müalicə sənədlərində əksini tapmadıqda müşahidə, dinamik müşahidə üçün, yəni xəstədə olan ruhi pozuntuların ağırlıq dərəcəsində müşahidə yolu ilə dəqiqləşdirilməsi üçün əlavə müayinə və müalicə səbəbi ilə imtina verilə bilər. Yəni digər xəstəliklər, tutaq ki, ürək xəstəliyini exokardioqramma ilə müəyyən etdik ki, bura çatışmazlıq var yoxsa yox. Amma ruhi xəstəliklər yəni 1 dəqiqə ilə, yarım saatla müəyyən olunmur. Uzun müddətli müşahidə, davranış pozuntusu, onda olan ruhi pozunluqlar həkim mütəxəssis tərəfindən stasionar şəraitdə müşahidə olunur və yekun rəy verilir. Ona görə bu səbəbdən bu cür imtahanlar verilə bilər. Natamam dondurulma deyəndə nəyi nəzərdə tutursunuz? Biz özümüz mən belə başa düşdüm ki, vətəndaş bilmək istəyir ki, natamam doldurulma deyəndə nə nəzərdə və o həkimin hətta nəzarət etmək istəyir ki, orada özünü nəzarət etsin ki, həkim onu natamam doldurub sizə göndərməsin. Yəni vətəndaş ona ümumiyyətlə müdaxilə edə bilərmi? Yox, vətəndaş müdaxilə edə bilməz və vətəndaşın belə deyək, o adamı onu tibbi təhsili və ekspertiza təcrübəsi olan adamlar onu müdaxilə edə bilər. Hansı hallarda? Yəni natamam dolduranda sadəcə burada belə deyək, bəzi punktlar deyil, orada konkret olaraq xəstəliyin təsviri mi nəzərdə tutulur? Bəli, müxtəlif səbəblərdən ola bilər. Yəni Forma 88-də olan məlumatlar, yəni xəstəliyin başlanma tarixindən tutmuş, düz diaqnozlara, ağırlaşmalara qədər bütün məlumatlar bir-birinə adekvat olmalıdır. Bir-birini tamamlamalıdır. Bunların hər hansı birində uyğunsuzluq olduqda göndərişin natamam doldurulması səbəbindən imtina verilir. Yəni, belə deyək də, tutaq ki, məsələn, xəstəliyin başlanma tarixi vətəndaşın yazır, tutaq ki, 20 yaşından başlayıb, aşağıdan diaqnoz yazır, anadan gəlmə xəstəlik. Bu uyğunsuzluqdur, bu səbəbdən təyinat gedə bilmir, bu səbəbdən qaytarıla bilər. Və yaxud da hər hansı bir çatışmazlıq yazılır, həmin çatışmazlığı funksional müayinə təsdiq eləmir. Tutaq ki, ürək çatışmazlığı yazır, ancaq exokardioqrammanın nəticəsi təsdiq eləmir. Bu kimi hallarda verilə bilər. Aydındır. Deməli, digər bir sual var. Yazırlar ki, vətəndaşın hərəkət qabiliyyəti yoxdur. Hazırda xəstəlik səbəbindən ümumiyyətlə yerindən tərpənə bilmir. Onu yerində yoxlaya bilərsinizmi? Tibb müəssisəsi gəlib xəstəxanaya apardı. Müalicə bitdikdən sonra yenidən qaytarıb, mən belə başa düşdüm. Amma əlilliklə bağlı sənəd sistemə vurulmayıb. Əlilliklə bağlı sənədin sistemə vurulması üçün, göndərişin rəsmiləşdirilməsi üçün vətəndaşımız müraciət etməlidir. Ərazi poliklinikasına, yəni xəstə özü hərəkət qabiliyyəti yoxdursa, onun ailə üzvü, qəyyumu
hüquqi nümayəndəsi kimsə müraciət edir poliklinikada həkim məsləhəti komissiyasına. Həkim məsləhət komissiyaları bəli evdə xəstəni müayinə edir və göstəriş varsa göndəriş rəsmiləşdirilir. Göndəriş rəsmiləşdirdikdən sonra tibbi sosial ekspert komissiyaları tərəfindən elektron qanundə qiymətləndirilə bilər. Aydındır. Əgər imtina verilsə, vətəndaşımız yenidən müraciət edə bilər ərazi tibbi sosial ekspert komissiyasına və bizim ərazi tibbi sosial ekspert komissiyaları da səyyar olaraq ekspertiza keçirə bilər, evdə gəlib müayinə edə bilər. Əvvəl şəkər xəstələrinə əlillik verirdilər. İndi hansı səbəbdən verilmir? Vətəndaşımız soruşur. Yəni bu qanunvericilikdə olan dəyişikliklə bağlıdır. Bilirsiniz. Yəni tibbdə yeni müalicə üsulları çıxır, yeni daha irəli gedib tibb yanaşmalar mövcuddur. Buna görə əvvəlki, yəni 2015-ci ilə qədər olan qanunvericilikdə hormondan asılı, yəni insulindən asılı şəkərli diabet birbaşa əlillik təyinatına göstəriş verilirdi. Amma sonra qanunvericilikdə dəyişiklik oldu. Çünki hormondan artıq müalicə üsulları, hormon, insulin terapiya fonunda digər müalicə üsulları, digər yanaşmalar ağrılaşmaların qarşısını alır. Və ona görə hal-hazırki yanaşma belədir. Müalicə fonunda şəkərin hədəf orqanlarda yaratdığı pozğunluqların ağırlıq dərəcəsinə görə. Yəni görmənin pozulması, böyrək funksiyasının pozulması, aşağı ətraflarda olan qan dövranının pozulması, bu pozulmaların ağırlıq dərəcəsinə görə əlillik verilir. Sırf şəkərli diabetin özünə görə əlillik dərəcəsi aparılmır. Bronxial asma xəstələri əlil sayıla bilərlərmi? Bronxial asma xəstələri tənəffüs çaşmazlığının ağırlıq dərəcəsindən və ildə olan kəskinləşmələrin sayından asılı olaraq sayıla bilər. Yəni tələblərə, qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab vermirsə, əlillik hesab edilməyə bilir. İş yeri nəticəsində işdə barmaqlarını itirib, mən belə başa düşdüm. Vətəndaş 2 aydır, 6 ay gözləməlidirmi əlilliyə müraciət etsin deyə? Əgər amputasiyadirsə, yox. Barmaqlar amputasiya olunubsa, burada gözləməyə ehtiyac yoxdur. Ümumiyyətlə, yeri gəlmişdən bir məlumat da verim. Yəni, daim Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunverici aktların daim təkmilləşdirilməsində, vətəndaş yönümlü qanunverici aktların qəbulündə daimi işlər aparılır. Əvvəlki qanunvericiliyə görə, yəni yalnız 5 qrup xəstəliklər 6 ay müalicə müddətini gözləmədən əlilliyə müraciət edə bilərdilər. 2024-cü ilin may ayında tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirilməsi qaydasında dəyişikliklər edildi və bu 5 xəstəliklərdən yox, 73 adlı xəstəlik 6 aylıq müalicə müddətini gözləmədən, o cümlədən amputasiyalar 6 aylıq müalicə müddətini gözləmədən müraciət edə bilərlər. Aydındır. Mən düşünürəm ki, kifayət qədər suallarımızı oxuduq. Kiçik bir fasiləmiz var, əziz dostlar. Verilişimizin artıq bir yarım saatını geridə qoymuşuq. Növbəti yarım saatda da sizin suallarınızı oxuyacağım. Hörmətli izləyicilərimiz, bizi izləməkdə qalın. Təkrar qayıdacaq. Dostunuz gəlir deyib qarşınıza çıxdı. Hər kəsə Dost qapısını açdıq. sosial saatda suallarınızı cavablandırın. İş saatında məşğulluq xidmətlərindən söz açdıq. Əngəl tanımayan uğurlarımızı Mənim hekayəmdə milyonlara çatdırdıq. Hər zaman xidmətinizdəyik dedik və göstərdik. Yaradıcılığın sirlərini birlikdə öyrəndik. Qayğısına qaldığımız mövzuları təqdim etdik. Rəqəmsal dünyadakı yenilikləri rəqəmsal dostla çatdırdıq. Onlayn müfəttiş olaraq əmək hüquqlarınızı qoruyuruq. sizi maraqlandıran Müxtəlif mövzularla qarşınızda olduq.
uşaqlarımızın xoşbəxt gələcəyi üçün erkən evliliyə yox deyək. Uşaq vaxtlarından rəsmlə çox maraqlanmışam. Həqiqətən elə 6 yaşından, 7 yaşından məni kursa qoymuşdu. Elə həmin vaxtlardan istedadım bilinməyə başladı. Həmçinin də rəqsə gedirdim. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən mən 14 yaşımda tanış oldum. Bura gələn dövrdən yəni çox qaynadım, qarışdım. Buranın müəllimlərin peşəkarlığı ilə də tanış oldum. Mən bura gələndə çox depressiv insan idim. Yəni nə olsun ki, uşaq idim də yəni. Özümə çox güvənmirdim, heç bilmirdim ki, haçansa yəni burada da mənim rəsmlərim olacaq. Bilmirdim ki, belə bəyənəcəklər mənim rəsmlərimi, bilmirdim. Mən heç bilmirdim ki, burada 2 təmsil oynayacağam və hamı mənim rol oynamağımı bəyəndi. Uşaqlar içərisindən çox seçilirdim. Yəni heç bundan gözləmirdim ki, belə bir şey olar. Bu mənim böyük bir uğur hekayəm olub. Mən burada özümü doğrultmuşam və burada özümü tanımışam. Rəssamlıq işim, rəhbərlikdə də artıq yəni demək olar peşəkar səviyyəyə gəlmişəm. Gələcəyə ən böyük planım sosial işlərə mütəxəssis olmaqdır. Buradakı sosial işçilərə baxaraq mən həvəsləndim, ilhamlandım. Çünki mən də istəyirəm ki, buradakı sosial işçilər kimi həmçinin də uşaqlara, əlillərə və sair kimi insanlara enerji əcladım. Bir daha xoş gördük sizə dostlar. Canlı yayımdayıq və Dost TV-nin nefrini izləyirsiniz. Biz əlilliklə bağlı məsələni müzakirə edirik. Hansı xəstəliklər əlilliyə səbəb olur? Ümumiyyətlə əlilliklə bağlı, prosedurla bağlı sizi maraqlandıran suallar varsa bizə yaza bilərsiniz. Biz canlı yayımda qonağımızla bu məsələləri müzakirə edirik. Qonağımız isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkil Departamentinin müdir müavini İlkin Yusifovdur və bizim sualları cavablandırır. Suallarımız qalmışdı, onları səsləndirək. Cavid Məmmədov bizdən soruşur ki, salam, göz əgər 30% görürsə əlillik düşürmü? 30% görməklə əlillik dərəcəsinə təyin əsas vermir. Anadan gəlmə çəp gözlük xəstəliyi də əlilliyə səbəb ola bilərmi? Görmə itiliyi pozulubsa, görmə itiliyi qanunvericisi nəzərdə tutulan, yəni yaxşı görən gözdə görmə itiliyinin 20%-dən aşağı enməsi varsa, bəli, əlillik təyin oluna bilər. Yox, yüksəkdirsə rəqəmlər yox. Səməd yazır ki, bir gözüm 11, o birisi isə 10 idi. Dedilər ki, əməliyyat olsan, əlilliyin dayanacaq. Yəqin eynəyin nömrələrini deyir. Əməliyyat olsa, yəqin ki, bayaq danışdığımız mövzuya qaydırıq. Yəni, əməliyyat olunur nə üçün? Pozulmuş funksiyaların bərpa olunması üçün. Yəni, görünür ki, vətəndaşda olan əməliyyatdan sonra o görmə itiliyinin bərpa olunma şansı var. Ona görə vətəndaş deyirlər. Məncə, daha yaxşı olar ki, o görmə itiliyini bərpa etdirsin. Bəli. Və ondan sonra bizdən soruşurlar, mənə əqli cəhətdən, mən belə başa düşdüm ki, vətəndaş ruhi sağlamlıqla bağlı buna əlillik təyin olunub. Avtomobil idarə edərəmsə, əlilliyim dayana bilərmi? Əqli geriliyi olan adamla, geriliklə, əqli ruhi xəstəliklə, yəni əlillik dərəcəsi alan adama sürücülük vəsiqəsinin alınması üçün sağlamlıq kağızında əks göstəriş müəyyən olunur. Yəni onu heç ala da bilməyəcək? Bəli, ala da bilməz. Əgər alıbsa, ikisindən biri şübhəlidir. Şübhəlidir və şübhəli burada məqam yaranır. Burada o da araşdırılacaq. Sözsüz ki, əlilliyi şübhəlidirsə, əlilliyi ləğv olunacaq, yox. Digər hal şübhəlidirsə, o sürücülük vəsiqəsi ləğv olunacaq. Sürücülük vəsiqəsi ləğv olunacaq. Sonra digər vətəndaşımız yazır ki, anamın təkrar müayinəsi bu illəri sonuncu il ola bilərmi?
9 ildir əlillik alır. Hə, başa düşdüm. Demək, qanunvericilikdə olan dəyişikliklərlə bağlı vətəndaşların suallarına yeri gəlincə məlumat verirəm. İndi mən 187 nömrəli qərar qəbul olundu 13 may 2022-ci ildə. Bu qanunverici əlilliyin yeni meyarların üstünlüklərindən biri də odur ki, bundan əvvəlki 413 nömrəli qərarda müddətsiz əlillik təyinə əsas verən meyarların sayı 51 idi, hal-hazırda isə 200-dən yuxarıdır. Və eləcə də vətəndaşımızın sualı ilə bağlı deyim ki, birinci dərəcə əlillik 85-100% orqanizm funksiyalarının pozulması ilə əlillik 4 ildən çox aldıqda, ikinci dərəcə əlillik, yəni 65-80% orqanizm funksiyalarının pozulması 10 il təyin olunduqda, üçüncü dərəcə əlillik, yəni 35-60% isə 15 il təyin olunduqda, sonra yenidən növbəti komissiya var, növbəti müayinə vaxtı əlillik təyin olunursa, əlillik müddətsiz təyin olunur. Yəni vətəndaşın 9 il təyin olunubdur. Növbəti komissiyada yenidən əlillik təyin olunursa, o müddətsiz məsələsinə baxılacaqdır. Baxılacaqdır. Və bir üstünlüyündə deyim ki, qabaqki qanunvericilikdə 3-cü dərəcə əlilliyə ümumiyyətlə müddətsiz təyini nəzərdə tutulmurdu. İllərlə vətəndaşlarımız 3-cü dərəcə əlillik hər il növbəti komissiyalara gəlirdi və arada fasiləsiz, orada qanunvericilikdə nəzərdə tutulurdu əlilliyin fasiləsiz təyin olunması. Amma hazırki qanunvericilikdə ardıcıl təyin olunması. Yəni arada fasilə olsa da ardıcıl olaraq təyin olunursa, bu illər nəzərə alınır. İllər toplanır. Salam, uşağım böyrək xəstəsidir, onun əlilliyi kəsilib necə edə bilərəm? Böyrək xəstəsidirsə, deməli, müalicə sənədləri ilə, müayinə sənədləri ilə müraciət etməlidir ərazi poliklinikasına. Poliklinikada sənədlər araşdırılacaq. Yəni davamlı xroniki böyrək çaşmazlığı əlamətləri varsa və onu müayinələr təsdiq edirsə, göndəriş rəsmiləşdirsinlər və tibbi sosial ekspert komissiyaları tərəfindən elektron qaydada qiymətləndirilsin. İlkin doktor, əgər əlillik təyin olunubsa, mütləq hər il xəstəxanada yatmalıyammı? Yenə də o xəstəliyin xarakterindən asılıdır. 12 nömrəli qərarda bayaq dediyim yeni düzəlişlər edildi 2024-cü ilin may ayında. Burada yəni 6 ay müalicə müddəti tələb olunan olunmayan xəstəliklərin siyasi ilə yanaşı, yəni təkrar müayinə olunan xəstəliklərdə son 1 il ərzində minimal müalicə müddətləri də təsbit olundu, qanunvericilikdə dəqiqləşdirildi. Vətəndaş müraciət etsin ərazi poliklinikasına 12 nömrəli qərara uyğun olaraq ona məlumat veriləcək ki, yatma tələb olunur yoxsa yox. Tələb olunanların siyasındadırsa, 2 nömrəli əlavədədirsə, xəstəliyi sözsüz ki, yatmalıdır. Deməli, Nadir bəy yazır, salam, bir gözüm 0-1, o biri gözüm isə heç görmür. İkinci qrup əliləm, birinci qrup düşürmü? Xeyr, bu göstəricilər birinci dərəcə əlilliyin təyin əsas vermir. Əsas vermir. Bu ilə ikinci qrupda düzgün təyin olunub. Düzgün təyin olunub. Anam onkoloji xəstədir, 2 ildir. Artıq ağırlaşmalar var. İkinci qrupdur. Son mərhələdədir. Birinci qrupa çevrilə bilərmi? Əlilliyin vəziyyətində ağırlaşma varsa, səhdində olan ağırlaşmalarla bağlı müraciət edib, yəni yeni göndəriş rəsmiləşdirilə bilər. Yəni ikinci dərəcə əlillik təyin olunubsa, əlilliyin o ikinci dərəcə əlilliyin müddətsiz təyin olunub və ya da hər hansı bir müddətə təyin olunursa, bu müddət içərisində xəstənin vəziyyətində ciddi ağırlaşmalar baş verirsə, yenidən müraciət edə bilər. Deməli, qəza nəticəsində ayaqlarını itirən şəxsin əlilliyi müddətlə verilir. Verilirmi? Sual soruşur. Yox, əgər ətrafın amputasiyasıdırsa, əlillik müddətsiz təyin olunur. Müddətsiz təyin olunur. İndi amputasiya belə deyək də, daraq sümüklərindən, pəncənin daraq sümüklərindən yuxarı səviyyədədirsə, burada müddətsiz təyin olunacaq. Əgər bu ətrafın vətəndaşımız nəyi nəzərdə tutur? Barmaqların itirilməsini nəzərdə tutursa, burada ümumiyyətlə əlillik təyin olunur. Yəni pəncənin ortasından yuxarı artıq bəli bu müddətsiz təyin oluna bilər. Müddətsiz təyin oluna bilir. Doğuşdan ürək qüsuru xəstələr 3 yaşı var, 3 aylıqdır, yoxsa yazır nədir? Əlillik təyin oluna bilərmi həminki şəxsə?
ürək çaşınmazlığı varsa, yəni hemodinamik göstəriciləri 50 səviyyəsindədirsə təyin oluna bilər. Yeni doğulan uşaqlara nə üçün əlillik birbaşa verilmir? Əlil doğulubsa. Sualı tam olaraq başa düşə bilmədim, amma yəni yeni doğulmuş uşaqda hər hansı bir xəstəlik varsa, bu xəstəlik müalicəyə tabe olunan xəstəliksə, müalicə olunmaqla reabilitasiya olunursa, bu sözsüz ki, müalicə davam etdirilməlidir. Birinci müalicə olunmalıdır, sonra nəticəyə Bəli, baxılmalıdır. müalicə olunmalı, nəticəyə baxılmalı. Amma bəzi xəstəliklər var ki, tutaq ki, anadan gəlmə tam hər hansı bir anatomik qüsurla, defektlə olursa, bu müalicə ilə bərpa olunmayacaqsa və 50 səviyyəsindədirsə, buna birbaşa əlillik təyin edilə bilər. 2 dəfə ardıcıl 2-ci dərəcə əlilliyi almışam. 2026-cı ildə 10 ili tamam olur. Müddətsiz ala biləcəm. 10 il tamam olundan sonra yenə də ikinci qrupa təyin olunsa, yəni 65-80% təyin olunsa, bəli. Topuq diz, həm diz nahiyəsində mən belə başa düşdüm, vətəndaşımızın protez quraşdırılıb, həm də topuq nahiyəsində birinci dərəcə əlilliyə çevrilə bilərmi? Yəni endoprotezdən söhbət gedirsə yox. Yox, iki ətrafda amputasiya nəticəsində olan funksional protezdən söhbət gedirsə, müraciət edə bilər. Yəni iki ətrafın itirilməsidirsə, yəni bir diz və bir topuq müxtəlif oynaq ətrafdadırsa, hə, müraciət edə bilər. Amma oynağın endoprotezidirsə yox. Deməli, qızım 3-cü qrup əlildir deyir, amma get-gedə görürəm ki, davranışında da problemlər yaşayır. Sanki şiddətlənir. Onun 2-ci qrup, 1-ci qrup olma ehtimalı varmı? Xəstəlik irəlilədikcə... Xəstəlik irəlilədikcə sözsüz ki, vətəndaş birinci, bayaq dediyim kimi, o irəliləmənin qarşısını almaq üçün müalicə etdirilməlidir, müalicə olunmalıdır. Müalicələr effekt vermirsə, bəli, həkim məsləhət komissiyasına müraciət edə bilər ki, forma 8 rəsmiləşdirilsin, əlilliyin gücləndirilməsi üçün. Autizmli xəstələrlə bağlı çox yazırlar. Bu diaqnozu nə vaxt belə deyək, müəyyənləşdirməkdə çətinliklə üzləşdiklərini deyirlər. Siz nə deyə bilirsiniz? Çünki bir neçə vətəndaşımız da müxtəlif səbəblər yazıblar. Autizmi diaqnozu müəyyənləşdirilir, yəni tibb müəssisələri, ixtisaslaşmış tibb müəssisələri, ruhi əsəb dispanseri, ruhi xəstəxanaları. Yəni diaqnoz tam təsdiq olunduqdan sonra bizim tərəfimizdən əlillik təyin oluna bilər. Əziz dostlarımız, hörmətli izləyicilərimiz, mən düşünürəm ki, bütün sualları biz bu günləri belə deyək də səsləndirdik, oxuduq və burada olan yüzlərlə sual arasında ola bilsin ki, kiminsə sualı gözümdən qaçıbsa üzürlü saysın. Son olaraq YouTube-dan salam qızım 1-ci qrup əlildir və uzun müddətli ömürlük davam etməsi üçün vətəndaşımız deyir, prosedurlar nədir, belə deyək də. O, yəqin ki, dövrü olar, əlillik müddətlə təyin olunur. Yəqin ki, əlillik müddətlə təyin olunub. Birinci dərəcə əlillik, bayaq dedim, 4 il təyin olundan sonra növbəti komissiya yenə də birinci dərəcə əlillik təyin olunursa, əlillik müddətsiz təyin olunur. Deməli, ağır qəza keçirmişəm, nəticədə onurğam da sınıb, əllərində çox ciddi problemlər yaşanır, hərəkətimdə normal deyil, deyir. Bu əlilliyə səbəb ola bilərmi? Yəni, o hərəkətin pozulma dərəcəsindən asılıdır. Oynaqların hansı dəyişikliklər baş verir? Oynaqlarda kontraktura varsa, bu əlillik təyin əsas vermir. Yəni, yuxarı ətrafda ankilozlar tələb olunur. Əlilliyin təyini üçün ankiloz olduqda, oynaqlarda ankiloz funksional yararsız vəziyyətdə ankiloz formalaşdıqda əlillik təyin olunur. Digər məhdudiyyətlər əlillik təyininə əsas vermir. Onurğanın travması nəticəsində də aşağı ətraflarda nevroloji defisit, yəni parez, əzələ atrofiyası, arıqlama varsa, bunda təyin oluna bilər. Deməli, Cəlil Qasımov yazır, serkaliozdan əməliyyat olmuşam, Türkiyə Respublikasında 18 yaşındakı müavinət almışam, indi 22 yaşım var. Yenidən müraciət etsəm, müavinət bərpa edilə bilərmi? 4-cü dərəcə. 4-cü dərəcə skalyoz, yəni əməliyyat, hansı əməliyyat keçirib, nə şəkildə keçirib, ondan asılıdır. Yəni müraciət edə bilər. Müraciət edib həkim məsləhət komissiyasında bu sualına tam cavab tapa bilər. Aydındır. Hörmətli izləyicilərimiz, biz bu günləri əslində iş prosesinin özünlə bağlı daha suallar səsləndirmək istədik bu bir saat ərzində, amma çox təəssüf ki, sualların, vətəndaş suallarımızın sayı çox olduğundan biz ümumi proses və sırf olaraq
xəstəliklər üzərində suallarımızı bizim qonağımıza təqdim etdik. Əməkdaşlarımız canlı yayımımızı izləyirdilər. Onsuz da suallarımızın hər birini cavablandırmağa çalışdıq. Sizə dərin təşəkkürümüzü bildiririk. İlkin müəllim, bu günləri gəldiniz və bizimlə birlikdə vətəndaşımızın suallarını cavablandırdınız. Mən də sizə təşəkkür edirəm bu şəraiti bizə yaratdığınız üçün. Minnətdarıq. Əziz dostlar, qeyd edirəm ki, Sosial Saatı canlı olaraq izlədiniz və Dost TV-nin efiri isə davam edir. Bu günləri bizimlə birlikdə idi. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkil Departamentinin müdir müavini İlkin Yusifov idi. Mən isə sizinlə sağollaşıram. Növbəti Sosial Saatda görüşmək ümidi ilə deyirəm. Hələlik.